Aha. Başlayırıq ismin, daha doğrusu davam edirik ismin yəlik halı ilə. İsmin yəlik halı nədir? İsmin qarşısında başqa bir ismin istifadə olunması və ismin yəlik halı iki formada düzələcəkdir. Bəzən testlərdə düşür və bu başlıq düşəcəkdir inflectional. Inflectional apostrof s ilə yəliyin yaradılmasıdır. Sadəcə possessive case desək, o zaman həm apostrof s-i, həm də ki of-u götürə bilirik. Yəni ismin yəlik halı iki formada düzələcəkdir. Apostrof s və ya of vasitəsilə. Canlılarda good evening teacher, Şahnisə müəllimə. Aha. Canlılarda biz bəli apostrof s-dən istifadə edirik. Amma bizə belə sual çıxar, qarşımıza belə sual çıxa bilər ki, canlılarda yalnız yəlik apostrof s-də düzələcəkdir. Təbii ki, bu ifadəni biz doğru götürə bilməyəcəyik. Of-dan da istifadə edirik, apostrof s-dən də istifadə edirik. Of-dan əsasən nə zaman istifadə edəcəyik? Bir canlı, bir cansız olanda. The book of the student. Bir canlı, bir cansız olanda əsasən of-dan istifadə olunur. Hər iki tərəf canlı olarsa, apostrof s-in işlənməsi daha çox, apostrof s-dən yəliyin verilməsinə daha çox yer verilir. Bu belə. İkinci hissəyə gəldikdə isə, bəli, tək və canlı isimlərin yəliyi apostrof s vasitəsilə düzələcəkdir. Tək və canlı. Flips, car, a girl's book, a man's hat və s. My father's car. Tək də olduğuna görə apostrof s-də istifadə etdik. Amma biz ismi cəmlədiksə, ismin sonunda s hərfi varsa, o zaman yəlik sadəcə apostrofda olacaqdır. Burada soyaddır. Bəli, soyadların qarşısına z artiklını verməklə içəri s, çölə isə apostrof s veririk və biz bunun yəliyini düzəltmiş oluruq. The bush deyə bilmirəm. Dilim topuq çalır. The bush house. The boys football boots. Yenə cəmdə olduğuna görə sadəcə yəliyini apostrofla verdik. Və yaxud da my parents cəmdir. Cəmdirsə sadəcə apostrofla house. Bu formada davam edirik. Bununla bərabər biz nə zaman, daha hansı hallarda yəliyə apostrof s-dən istifadə edirik, isimləri yəliyə salacağıq. Tək daxilən dəyişməklə cəmlənən isimlər. Woman, women, man, men, goose, geese, mouse, mice və s. Bu kimi isimlərin də bəli yəliyi apostrof içəridə s çöldə olmaqla olacaqdır. The woman's shop, the women's shops. Hər ikisi apostrof s ilə düzəldir. Daha sonra nə deyək ayrı? The man bag təkdə olduğuna görə the man's bu formada deyəcəyik də bag. Cəmlənsə men's bags. Hər iki halda apostrof içəridə s çöldə olacaqdır. Bununla bərabər n şəkilçisi ilə düzələn bizim isimlərimiz var idi. Child, children, ox, oxen, brother, qardaş, brazen, din qardaşları. Bu isimlərin də yəliyi eyni qaydada apostrof içəridə s çöldə olmaqla düzəlir. A child's toy, uşağın oyuncağı, children's toys. Uşaqların oyuncaqları. An ox horn, öküzün buynuzu. Oxen's horns, öküzlərin buynuzları. Sizə qaranlıq qalan məqamlar olarsa, zəhmət olmasa deyərsiniz. Söz önlü ifadələrə gəldikdə isə qeyd etdik ki, mürəkkəb isimlər söz önü vasitəsilə də, yəni isimləri söz önü vasitəsilə də mürəkkəb ismə çevirə bilərik. Bu zaman cəmlənmə birinciyə gedir, cəmlənmə birinciyə gedəcəkdir. Zəhmət olmasa səsi bağlaya bilərsiniz. Ekrandan bir də çıxmayıb. Aha. Deməli, söz önlü ifadələrdə cəm hissə burada olur, söz önündən əvvəldə, yəlik isə söz önündən sonrakı ismə əlavə olunacaqdır. An editor-in-chief's office. Yəlik gəldi ikinci hissəyə. A father-in-law's room. Qaynatanın otağı. Yəlik gəldi ikinci hissədə durdu. Cəmlənmə birinci tərəfdə durur, söz önündən əvvəldə. Yəlik isə söz önündən sonrakı ismə əlavə olunacaqdır. Bundan başqa multidid nounslar. Multidid nounslar hansılar idi? Topluluq ifadə edən isimlərimiz. People, police, cattle, clergy, ruhanilər. Bu kimi isimlərdir. Bunlar da eyni qaydada olacaqdır. Yəliyə apostrof içəridə
S çöldə olmaqla düşəcəkdi. A persons bir şəxsdən söhbət gedir, comment. Amma people's cəmaət mənasında apostrofu içəri, S isə çölə qəbul edəcəkdir. Bəs sizcə xalqlar mənasında necə? Xalqlar mənasında biz bunu necə yəliyə salacağıq? Xalqlar mənasında isə Mənim apostrof S-dən sonra olur. bəli, bu da verib heç buna baxmıram. Bəli, S içəri verdik. People's tradition və ya culture. Elə burada verilib dostlar, heç görmədim. Turkic people's culture, Türk xalqlarının mədəniyyəti. Cəmaət mənasında apostrof içəridə, S çöldə, amma xalqlar mənasında people sözü cəmlənir. Cəm ismi ilə yəliyi sadəcə apostroflu olacaqdır. Polis sözü də yenə eyni qaydadadır. Apostrof içəridə, S çöldə olmaqla yəliyə düşəcəkdir. Bu belə. İndi gəlirik müstəqil yəlik hal. Müstəqil yəlik hal nədir? Müstəqil yəlik hal odur ki, sözün mənasından zaten nə dediyi anlaşıldığı üçün ikinci dəfə artıq biz bəzi ifadələr var ki, o ifadələri təkrarlamırıq. Məsələn, house sözü təkrarlanmayacaqdır. Shop, office. Yəni bu kimi bir çox sözlər var ki, onlar təkrarlanmır. Məsələn, deyəndə ki, xalamgildə qaldım, nənəmgilə getdim. Nənəmgilin evinə desək, heç dilimizə də uyğunlaşmır, biraz absurd çıxır. Amma nənəmgildə görürsüz, və müstəqil yəlik hal budur. İsim düşür və əsasən müstəqil yəlik hal əsasən cümlə sonunda gələcəkdir və qarşısına isə at, to kimi söz önləri qəbul edir. Burada da bunlara aid bir neçə nümunələr var. At the baker's, çörək mağazasında, yəni çörəkçidə və ya at my uncle's, əmimgildə. Da house sözünü deməyə ehtiyac qalmayacaqdır. Məsələn, nə deyə bilərik? My mom is at the baker's. Anam çörək mağazasındadır. Və ya başqa nə ifadə deyək? Məsələn, at the doctor's, həkimdə. Bu ifadəni çox istifadə edirik. Həkimdə. Leyla is at the doctor's. Müstəqil yəlik hal. Because she has fever. Çünki onun qızdırması var. My brother at the dentist. Qardaşım diş həkimindədir. Və s. müstəqil yəlik hal. Apostrof içəridə olacaqda, S çöldə. Amma bircə dənə bütöv bir ailə üzvündən danışanda, o zaman bəli, S içəri verə biləcəyik. We stay at the Browns. O zaman bəli, biz bu formada verə bilirik. Bircə dənə soyadlar gələndə bütöv bir ailəni ifadə etdiyi üçün S içəri, apostrof çöldə olacaqdır. Digər hallarda isə biz müstəqil yəlik halı apostrof içəridə, S çöldə olmaqla düzəldəcəyik. McDonald's, St. Paul's Cathedral, St. John's və s. bu formada istifadə olunur. Bura qədər suallarınız var? Almaz müəllimə. Bəli, müəllimə. Əgər isimdə, yəni insan adlarının qarşısında Mr. və yaxud da ki, Miss belə olsa, onda apostrof S-dən qabağa düşür də, eləmi? Bu formada demək çox az istəyirsiniz? gəlir onlara. Mr. Yox, onu demək istəmirəm. Məsələn, tutaq ki, Miss, tutaq ki, nə bilim, filan kəsdə, yəni adla. Yəni apostrof orada addan elə bir ki, əvvələ düşür də. Baxın, bu bir şəxsdən, bəli, bir şəxsdən söhbət gedirsə, apostrof içəridə, S çöldə bir şəxsdən söhbət gedirsə. Amma qarşısına Z qoysaz müəllimə, artıq bütöv bir ailəni ifadə edir. O zaman dəyişəcəkdir. S içəri gedir, apostrof çölə gedir. Hə, çox sağ olun müəllim. Siz sağ olun müəllimə. Belə, bu formada. Gəldik nəyə? Üzr istəyirəm Almaz müəllimə. Sizi salamlayıram, müəllimləri də salamlayıram. Bir də sonu S-lə bitən adlar olur. Bilmirəm, ora gələcək yoxsa yox. Gələcək müəllimə, axırda onların hamısı gələcək. Təşəkkür edirəm. Çox sağ olun. Gəldik indi nəyə? Deməli, bizə isim verir. Məsələn, deyir ki, Jack, John, Tom var və bunların anası, üçünün də anası eyni qadındır. Biz bu zaman yəliyi necə götürəcəyik? Və ya Jack'in, John'un ikisinin bircə kitabı var, bir mənzili var. Sadəcə ikinci ismə artırırıq. Və yaxud da üç isim varsa, üçüncü ismə əlavə edəcəyik. İsim tək olur, xəbərdə tək olacaqdır. Bu cümlə, verilən bu cümlə, yəliyə görə düppədüzdür. Niyə? Jack, John and Tom's mother. Jack'in, John'un və Tom'un anası. Üçünün anası eyni olduğuna görə sadəcə üçüncü ismə biz yəlik qoyduq. Xəbərdə tək də gəldi, düppədüz. Daha sonra Tom and Mary's wedding party. Sadəcə ikinci ismi əlavə etdik. ehtiyac yoxdur. Mr. and Mrs. White's house.
Sadəcə ikinci ismi əlavə etdik. Niyə? Çünki ikisinin də mənzili birdir. Nədən bilirəm mənzili birdir? Çünki house sözü burada təkcə gəlibdir. Və mənzilləri bu ailədir və ailənin bir neçə mənzili var. Ola bilər. Sadəcə ikinci və üçüncü ismi apostrof S əlavə edəcəyik. Yox. Biz desək ki, onların anası ayrıdır, mənzilləri, əşyalar və s. da ayrı-ayrı şəxslərə məxsusdur. Onda necə olacaqdır? Onda biz ayrı-ayrı yiyəlikdən istifadə edəcəyik. İsim cəm olacaqdır, xəbər də cəm olacaqdır. Jax, Jones and Tom's mother are doctors. Bu formada. Sadəcə üçüncü ismi əlavə edəcəyik. Necə? Bir sual var idi, deyə bilərəm. Əlbəttə, buyurun. Sizin qrupa atdığı sınaqda ikinci testdə belə bir cümlə var idi. Both John and Mary's apartments are located near the river. Burada apartments cəmli olduğuna görə, yəni John'da da Mary'də də apostrof S olmalı deyildi. Ola bilər ki, ikisini both and, bəli, both and-də müəllimə yenə bunun kimidir. Eyni bu qaydadadır both and-də. Əgər ikisinin evi birdirsə və ya ikisinin birlikdə ola bilər ki, bir neçə evi var. Sadəcə gətirib ikinciyə yiyəlik qoyubdur. İkisinin birlikdə bir apartmanda bir yox, iki dənə mənzili var, ola bilər. Axşamınız xeyir müəllimə. Almaz müəllimə, necəsiz? Necəsiz? Müəllimə, bu MH-ın kitabı var, təzə versiyası. Onun PDF-i sizdə varsa qrupa ata bilərsiniz. Yəni mənə obris qrupdan. Mən o müzakirə qrupundan çıxıram, müəllimə çıxmışam. Çünki orada çox yazırlar, dınqadan. Başım gedir müəllimə. O qədər yazırlar boş yerə də, yəni səbrim çatmır, oradan çıxmışam. Yəni xəbəriniz olsun da müzakirə qrupunda yoxam. Varsa mənə şəxsi ata bilərsiniz PDF MH-dan. Aha, bəli, göndərərəm müəllimə. Təzə kitabınız. Aha, çünki məndə köhnədir müəllimə PDF şəklində. Göndərəcəm. Bir də müəllimə oradakı artikel ki bu Gəldik müəlliməmizin dediyi suala. Tomla Benin maşını, ikisinin maşını eynidirsə, sadəcə ikinci ismi apostrof S əlavə edəcəyik. Yox, ayrı-ayrı maşınlardırsa, ayrı-ayrı yiyəlik qoyacağıq və sonda verilən ismi də cəmləyəcəyik. Bu belə. Amma ki, biz bədən üzvlərindən danışanda artıq ora ikisinə birlikdə apostrof S verə bilməyəcəyik. Mütləq hər birinə ayrı-ayrı çox sağ olun müəllimə. Mütləq hər birinə ayrı-ayrı apostrof S vermək lazımdır. Ben's and Bill's hair. Bəli, bədən üzvü olduğuna görə ayrı-ayrı apostrof S verdik. Hair sözü də saç kimi sayılmadığına görə olduğu kimi qalır. Bəli, tük kimi bir neçə tük dənəciyi falan, tük dənəciyi kimi biz onu cəmləyə bilirik, artikel verə bilirik. Amma saç kimi sayılmır deyə isim təkdə qaldı və biz onun xəbərini də təkdə götürdük. Aşağıda da Jane's and Kate's shirts ayrı-ayrı apostrof S qoyubdur. İsmi cəmləyib, xəbər də cəm. Deməli, ayrı-ayrı əşyalar hər birinə ayrı-ayrı məxsusdursa, onda ayrı-ayrı apostrof S-lərdən istifadə edəcəyik. Bədən üzvlərində yenə hər birinə ayrılıqda apostrof S əlavə edəcəyik. Yox, eynidirsə, o zaman sadəcə sonuncu ismə yiyəlik qoymağımız kifayətdir. Belə. Bir də onda axırıncı cümlədə yiyəli ikinci isimdə də ola bilərdi. Yəni ikisinin ayrı-ayrı köynəkləri kimi. Baxın müəllimə, elə ayrı-ayrıdır. İkisinin də ayrı-ayrıdır. Yox, ikinci tərəfdə yəni yiyəli ola bilərdi. Çünki o cümlədə elə idi. Bunu silək, bu formada qalsın. Bəli, apartment sözü cəmdə idi, yiyəli də ikinci sözdə idi. Yəni tək ikinci sözdə idi, birincidə yox idi. Olar müəllimə, olar. Baxın, Jane-in və Kate-in bir deyil, birdən çoxdur əşyası. Ona görə də gətirib ismi cəmdə qoydu. Jane və Kate-in köynəkləri. İkisi eyni paltarları geyinir. Onların da bir yox, üç dənə deyək ki, köynəyi var. Hə, gəldik nəyə? Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Müəllimə, xasiyyət və yəni xasiyyətdə də ayrı-ayrı yiyəlik. Xasiyyətdə də ayrı-ayrı yiyəliklər alırdı da. Bəli müəllimə, ayrı-ayrı. Onlarda da ayrı-ayrı yiyəliklər alırdı. Amma qalanlarında yəni ana atadan başqa tək də ola bilər, yəni cəm də ola bilər də onların yiyəlikləri. Yiyəlikləri necə tək xasiyyət Belə deyim də, müəllimə fikrimi tam çatdıra bilmədim bəlkə də. Deyirəm ki, yəni ana, ata olanda, birdən olanda onlar yəni bir ailənin övladları ola bilər ki, ana, ata orada tək olsun. Amma yəni məsəl üçün ana, ata sözü cəmlənibsə, artıq burada
həm hər ikisində də olmalıdır da Bəli, avtomatik yəni yiyəliklər. bəli. Sadəcə olaraq valideyndir, məsəl üçün uzaq olsun, yəni hərəsi birini itiriblərsə, orada tək valideyn də ola bilər, valideynlər də ola bilər. Məsəl üçün deyə bilərik ki, Tom and Lala's parents də deyə bilərik. Tom and Lala's parents də deyə bilərik də, düzdür də müəllimə? Əgər siz, baxın müəllimə nümunəyə, ayrı-ayrı yiyəlik qoyduq, mother sözü cəmdə olduğuna görə, analar sözü cəmdə olduğuna görə biz ayrı-ayrı yiyəlikdən istifadə elədik. Hə, bilirəm də, mən də onu dedim müəllimə. Yəni analar, atalar bu ortaq, yəni ya ikisinin bir anası, qardaş bacı olmalıdırlar, ikisinin bir anası olmalıdır. Amma mother sözü cəmdədirsə, avtomatik ikisi də yiyəlik hal almalıdır da. Çünki amma parent, məsəl üçün anasından, atasından hansısa birini itirsə, yəni parent təkdə biri apostrof alıb, parent təkdə də ola bilər, cəmdə də ola bilər də. Elə deyil. Ola bilər, bəli. Niyə olmasın? Düz deyirsiniz. Belə də deyə bilərik. Jack and Lala's Bədən parents. üzvləri saçdı, saçdan başqa yəni bədən üzvləri ortaq olmur deyə hər ikisi apostrof alıb bədən üzvləri cəmlənir. Bir dənə saçdı ki, onun xəbəri təkdə olacaq. Bəli, xəbər təkdə olacaqdır. Parents valideynləri cəmdə və ya Jackdən Leyla'nın valideyni. Bir valideynlə söhbət gedir deyə bəli müəllimə qeyd etdiyiniz kimi hər iki hal doğrudur. Mən çox sevirəm bu bölməni. Yiyəlik hal, çox yəni diqqət tələb edən bir hissədir. Çox sağ olun, hər birini vurğuladığınız. Siz sağ olun. Mən çox sevirəm. Nə gözəl. Sağ olun. Sağ olun müəllimə. Baxın, burada bir dənə cümlə var. Sizcə bu cümlə yiyəliyə görə doğrudur? Bax, burada bir cümlə verilibdir bizə. Bəli, doğrudur. Bəli, müəllimə, doğrudur. Yiyəliyə görə doğrudur, hə? Çünki ona görə doğrudur ki, Tomu ayrı bir şəxs kimi götürüb. Benin anası da ayrı bir şəxs kimi götürüb. Ona görə də o cəmdə ola bilər. Okay. İz də ola bilər. Məsəl üçün, ar da ola bilər burada. Yəni, xəbər təkdə də ola bilər. Tom və Benin anası. Bir də Tom, yəni ayrı bir şəxsdir. Bir də Benin anası. Yəni, hər ikisi də və ilə birləşiblər. Xəbər cəmdə olacaq. Belə baxın müəllimə, belə nəzərdə tutun. Tomun və Benin anası. Yiyəliyə görə səhvdir, amma uzlaşmaya görə doğrudur. Möhtəşəmsiniz. Uzlaşmaya görə doğrudur. Bəli. Uzlaşmaya görə mənə Bəli, doğrudur. uzlaşmaya görə. Tomun və Benin anası. Ayrı-ayrı götürmədik müəllimə. Tomla Benin anasını ayrı-ayrı götürsək, bəli, bu cümlə doğru olardı. Amma uzlaşmaya görə, mübtəda xəbər uzlaşmasına görə doğru olur. Bu formada desək ki, Tomla Benin anası eyni qadındır. Ana sözü təkdədir də. Xəbər necə olmalı idi? İz. İz olmalı. İz olsa, yiyəliyə görə doğru olacaqdı. Bu cümlə yiyəliyə görə yox, amma uzlaşmaya görə doğrudur. Tomun anası var, Benin anası var və Tom var. 2 nəfərdən də söhbət getdiyinə görə xəbərimizi də gətirib cəmdə qoymuşuq. Yəni uzlaşma yanında olan sözlə uzlaşmır. And var Məsələn, müəllimə. Amma bir dənədir də, sonluq bir dənədir, ana bir dənədir. Ana bir Mazəs deyil axı. Müəllimə, bir Tomu götürürsüz siz. Bir Tom var, bu ayrı bir şəxsdir, Tomdur. Bir də Benin anası var. Əndə görə. Vergül olsaydı əgər, Tomun ənd olmasaydı, onda iz olardı yəqin ki. Əndin yerinə vergül olsaydı. Bu formada, baxın, bu formada sizə desək ki, yiyəliyə görə doğrudurmu bu ifadə? Yiyəliyə görə, bəli, doğru deyil. Çünki Tomla Benin anası eyni qadındır, xəbər iz olar. Amma sizə desək ki, uzlaşmaya görə doğrudurmu? Bəli. Bir Tom var, bir də Benin anası var. 2 nəfər ayrı-ayrı şəxsdən söhbət getdiyinə görə xəbərimiz cəmdir. Tom və Benin anası kimi götürsək, xəbər tək. Tom, bir ayrıca Tom var, bir də Benin anası var. 2 nəfər olduğuna görə xəbər cəm. Uzlaşmaya görə doğru. Belə. Vergül olsa da yenə elədir. Çünki həmcins üzvlərdir. 2 nəfərdən yenə söhbət gedir. Ona görə yenə avtomatik o cəmdə olmalı idi. Cəmdə olacaq. Uzlaşmaya görə bəli, cəmdə olacaqdı. Bir də burada nə deyəcəkdi bizə? Deyir ki, əgər əndin əvvəlində, ənd bərabərliyi gözləyən bir bağlayıcıdır axı. Əndin əvvəlində, ənddən sonra yiyəlik varsa, ənddən əvvələ də yiyəlik verin siz. Him obyekti verə bilməyəcəm. Hi şəxs əvəzliyini verə bilmirəm. Mənə bərabərlik lazımdır. Ənddən əvvəl yiyəlikdirsə, ənddən sonra da biz yiyəlik istifadə etməliyik. Bu da bunu göstərir. Daha sonra keçək
zaman bildirən sözlərə. Deməli, bununla bağlı qrupumuzda çoxlu müzakirələr gedirdi. Məncə testimizdə də bu var idi. Bir aylıq və ya bir günlük fərqi yoxdur. Zaman ifadə edən sözlərdə biz yəliyi əgər təkdədirsə apostrof s ilə verəcəyik. Məsələn, a day's rest, bir günlük istirahət. Yox, cəmdədirsə, isim cəmdədirsə, məsələn, day sözünün qarşısına 2-ni qoysam, birdən böyük rəqəm qoysam, day sözü cəmlənəcək. Və cəm ismin yəliyi də sadəcə apostroflu olacaqdır. To day's rest. İndi belə bir şey yazaq. Deyək ki, deməli, rast gəldiyim sual necə idi? Sualı tam yadıma sala bilmirəm. To saniyə. Okay. Getdik. Elə bu ifadəni yazaq. A 2-day rest. A 2 days rest. A 2 days rest. Deməli, sizcə bu ifadələrin hansını biz doğru götürə biləcəyik? Olar müəllimə mən deyim. Buyurun, zəhmət olmasa müəllimə. Müəllimə, burada birinci variant düzdür. Ona görə ki, orada defis olduğuna görə ikinci səhvdir variant. Çünki defis varsa S-ə ehtiyac yoxdur. Üçüncü isə düzdür. Üçüncü doğrudur müəllimə. Bəli, 2 days day. Axırda day. Rəqəm olan yerdə açıq olmaz. Article var orada. Cəmləşib ona görə. Müəllimə, ikinci düzdür. Birinci düzdür. Birinci variant doğru. Birinci düzdür. Birinci Ona aiddir. Restə aiddir article. Bəli. Baxın müəllimə, defisdən sonra, bəli, biz defisdən sonra ismi cəmdə götürə bilməyəcəyik. Bunu buna görə səhv götürürük. Axırıncıya gəldikdə isə zaten ismin qarşısında bir təyin edici var. Buradakı say olaraq qalıbdır. Defis olanda bir növ təyin funksiyasına keçir. İkinci ismin təyini funksiyasına keçir. Day sözünü təyin edir. Day sözünə aid olur daha doğrusu. Amma burada zaten ismin qarşısında bir təyin edici var. Say var. İkinci təyin edici bizim nəyimizə lazımdır? Arada defis olsaydı, bəli, doğru götürə bilərdiniz. Birdəki kimi olsaydı. Amma sadəcə biz rəqəmlərin qarşısına article qoya bilməyəcəyik. Bu tamamilə. Deyə bilərik, məsələn, a second person, sıra sayının qarşısına gətirib article-ını qoya bilərəm, ikinci bir şəxs. Amma bu formada qətiyyən istifadə edə bilmirik. Article-dan sonra, üzr istəyirəm, to-nun əvvəlinə article qoymuruq. Defis olmayan. Bəli, müəllimə, defis olmasa istifadə edə bilməyəcəyik. Defis yoxdursa istifadə edə. Ya bu formada deyəcəyik. 2 day rest. 2 günlük bir istirahət. Bu buna aid olacaqdır. Ya da ki, gətirib bu formada deyəcəyik. 2 days rest. Digər ifadə. 2 days apostrophe rest. Bəli, ya da gətirib bu formada deyəcəyik. İkisindən birini götürə bilərik, amma ya ismi cəmləyə bilməliyik defisdən sonra, nə də ki, defis olmadığı yerdə sayın qarşısına article gətirib qoya bilməyəcəyik. Miqdar sayın qarşısında article olmayacaqdır. Belə. Ölkədir, şəhərdir. Müəllimə, bir dəqiqə zəhmət olmasa, defisiz yazılarmı bu? Bax, belə bir ifadə yazılsa, onu misalda, onu defisiz yazılsa, onda biz orada doğru nəyi götürə bilərik? Bu defisdən olan idi. Defisiz olanda necə olur? Defisiz olanda bayaqki kimi yazdıq, müəllimə. Geri qaytarım, görüm geri qaytara biləcəm. Baxın belə. Defisiz olanda bu formada gətirin. İkisi də eyni mənanı ifadə edir. 2 günlük istirahət və ya deyəcəksiniz ki, 2 günlük bir istirahət. Buradakı article sanki bir qüvvətləndirici ədat funksiyasında çıxış edir. Başa düşdüm. Aha, yaxşı, gedək. Ölkədir, şəhərdir, gəmidir, varlığı tək olan isimlərdir. Bunlar hamısı apostrof S-li olacaqdır. Daha sonra təşkilat adları. Bir də istisna isimlərimiz vardır ki, istisna isimlər və bu cərgədə olanlar bir də əlavə olaraq the trains arrival. Bu isimlərdir ki, biz bunların yəliyini bəli apostrof S ilə verə biləcəyik. Daha sonra plans, planın əhəmiyyəti, importance. Testlərdə rast gəlsək, yəni yanlış deyil. The morning stars analysis. Buyurun müəllimə.
Üzr istəyirəm sözünüzü kəsim. O bayaq dediyinizdə o artiklın içərisindəkinə baxmırıq da. Artiklla qırağı ismi uyğunlaşdırırıq. Bəli, müəllimə. Artikl, başda gələn artikl, ən sonda gələn ismə aid olur. Ortaya baxmırıq. Biz kənara uyğunlaşdırırıq, eləmi? Bəli, müəllimə. Çünki ortada gələn isim var. Bayaqki isim var idi ya. Nə idi o? They rest. Hə, o they artıq başqa ismin qarşısında gəldiyinə görə, digər ismin qarşısına gəldiyinə görə isimlik funksiyasını itirir orada. O isimlik funksiyasını itirir. Ona görə biz onu artiklı falan qoyanda ikinci ismə görə qoyuruq. Məsələn, Aynen. bir dənə gəlin nümunə yazaq. Deyək ki, nə yazaq? Birini qoyub birini deyirəm. Furniture shop. Baxın, burada iki isim yanaşı gəlib də, düzdürmü? Birinci isim artıq ismə aid olan xüsusiyyətini itirir. Bir növ təyin olur. Biz artikl qoyanda artıq ikinci ismə görə qoyacağıq. Zaten furniture sayılmır deyə artikl istifadə olunmur da. İki isim yanaşı gələndə birinci isim öz isimlik funksiyasını itirdiyinə görə qarşıda gələn artikllardır, işarə vəzikləridir, miqdar sayılarıdır, ikinci ismə aid olacaqdır. Əgər yiyəlikdə deyilsə, o zaman ikinci ismə aiddir. Yiyəlikdə də aid olanda, yiyəlik olanda birinci ismə aid olur. O ən axırda qeydlədir, baxacağıq indi. Deməli, bu isimlərimiz, siz sağ olun müəllimə, bu isimlərimiz istisna isimlərdir ki, apostrof S-də olacaqdır. Fəsil adlarıdır, həftənin günləridir, bunların ayların adlarıdır, xüsusi isimlərdir. Xüsusi isimlər də necə olacaq? Təbii ki, apostrof S-lə olacaqdır. İndi gəldik nəyə? Deməli, testlərdə çox qarşımıza çıxan ifadələr var. Bu da nədir? Sonu S-lə bitən isimlər, xüsusi isimlər. Sonu S-lə bitən xüsusi isimlər. Amma bu isimlər hal-hazırki müasir bir adı ifadə eləmir. Köhnə Yunan, Latın mənşəli adlardır, klassik adlardır. Bunların yiyəliyi necə olacaqdır? Məsələn, Pythagoras sonunda S var. S olduğuna görə sadəcə yiyəlik apostroflu olacaqdır. Daha sonra ikinci isimdə Archimedes sonunda S var. Adın özündə var. Sadəcə apostroflu olacaqdır. Daha sonra Xerxes adın özündə S var. Sadəcə apostroflu olacaqdır. Əgər Yunan, Latın mənşəli adlardan danışırıqsa və adın sonunda özündə S varsa, yiyəlik sadəcə apostroflu olacaqdır. Bəs biz müasir adlardan danışsaq necə? Məsələn, Şəms. Müəllimə, apostrof sən əvvələ düşür. Həm belə düşür, həm elə. Əvvələ də sonraya düşür. Şəmsbəq. Bəli, həm belə verə bilərik. İsimiz sonunda S varsa, həm də ki, bu formada verəcəyik. Bəli. Müasir isimlərdən danışanda, sonunda S varsa, xüsusi isimlərdən, amma bu insan adlarına daxildir ya, ölkə şəhər adlarına daxil deyil. İnsan adlarına danışanda, ismin sonunda S varsa, yiyəlik həm belə düzələcəkdir, sadəcə apostrofla, həm də apostrof S-lə. Yox, bəs biz köhnə isimlərdən danışanda necə olacaqdır? Onda sadəcə apostrofdan istifadə edəcəksiniz. Sadəcə apostrof olacaqdır. Daha sonra nə gələcəkdir? Törəmədən sonra else varsa, yiyəlik gəlib else'in üzərinə düşəcəkdir. Daha sonra bir neçə sözdən ibarət olan adlarda Henry VIII's wife ikinci hissəyə verdik. In hour or two time yenə ikinci tərəfə verdik. Adətən ikinciyə düşəcəkdir. Double genitivlər nədir? Bir cümlədə iki dənə yiyəliyin istifadə olunması. Double genitivlər of-la da ola bilər, apostrof S-lə də ola bilər. Və ya cümlədə iki dənə apostrof da yanaşı gələ bilər. Fərqi yoxdur. My mother's father's people. Anamın, atasının adamları. Double genitiv. İki dənə yiyəlik var. Bir burada, bir də burada. The kings of Sparta's wife. Bir burada var, bir də ki, burada var. Yəni, double genitiv deyəndə bir cümlədə iki apostrof S də ola bilər və ya bir S, bir də of verə bilərik. Hər ikisi doğrudur. Cansız isimlərə gəldikdə, cansız isimlərin yiyəliyi ya isim konstruksiyasından istifadə edərək düzəldəcəyik, table leg, ya da ki, of-dan istifadə edəcəyik, the leg of the table. Ya isim gələcəkdir, ya da ki, of-dan istifadə edəcəyik. Bəs isimləşmiş sifətlərdə necə olacaq? Onlarda da yeni eyni qayda, of-dan istifadə edəcəyik. The problems of the old. Old, qoca. Qarşına z qoyduqsa, biz sifəti isimləşdirmiş olduq. İsimləşmiş sifətin yiyəliyi də of-la olacaqdır. Bura qədər qaranlıq qalan məqamlar yoxdur ki, müəllimlər? Xeyr, müəllim. Apostrof S-lə olanların, yəni dediniz hər iki formada düzəlir də. Of-la olanlar apostrof S-lə də verə bilərik cansızları.
Günəşin Cansızları, şüası məsələn bəli orada müəllimə, apostrof varlığı tək S-lə olan isimlər. Bəli, günəş, ay, ulduz, varlığı tək olan isimləri, yer kürəsi, dünya, varlığı tək olan isimləri apostrof S-lə verəcəksiniz. Bir də əlavə olaraq hansıları apostrof S-lə verə bilərsiniz? Ən çox testdə qarşımıza çıxanlar. Onlar PDF-in içərisində var, zəhmət olmasa onlara da baxarsınız. Cansız, mücərrəd olsa belə biz yenə onların yəliyini apostrof S-lə verə bilirik. Elə mücərrəd demişkən, baxın, mücərrəd isimlərində yəliyi Death's cold hand, ölümün soyuq əli. Mücərrəd isimlər yəliyi apostrof S-lə düzələcəkdir. Mücərrəd ismin yəliyi, varlığı tək olan isimlər apostrof S-lə düzələcəkdir. Bəs biz desək ki, isimləşmiş sifətlər ofla olacaqdır. Cansız isimlər ya of, ya da isim-isim konstruksiyasından istifadə edəcəyik. Belə. Müəllimə, ofla olanları bilirik ki, cansızlar ofla düzəlir. Bəs nə vaxt apostrof S-dən istifadə edə bilərik cansızlar üçün? Bir varlığı tək olanlar başqa halda istədiyimiz, yəni ofla düzələni apostrof S-ilə verə bilərik. Qətiyyən. Şirkət adlarını istifadə edə bilərsiniz. Bundan başqa nəqliyyat vasitələrini istifadə edə bilərsiniz. Kompüter sözündə rast gələ bilərsiniz apostrof S-ə bu kimi hallarda. Amma istədiyimiz ismi biz gətirib qoya bilmirik. Məsələn, mən sizə bir şey deyim. Heyvan adlarına, heyvanlardan danışırıq. Heyvanların ətindən danışırıq. Onlar cansızdır. Gətirək biz ona apostrof S qoyaq. Bəli, texniki avadanlıqlar. Amma Xeyr, ofdan düzəlir. Ofla düzəlir. Cansız. Əgər qida cansızdırsa, Heyvanlar yəni cansız yeyinti sayılır. halındadırsa, ofla. Baxın, elə gətirib bunu da qoymuşam bura. Baxın. Deməli, deyirsiniz ki, məsəl üçün istədiyimiz ismə biz apostrof S əlavə edə bilərikmi? Yaşayan heyvandan nəsə əldə ediriksə, onda apostrof S veririk, amma öləndən sonra nəsə əldə ediriksə, yəni öləndən sonra orada birləşmə ismi birləşmə olur da artıq. Aha, Onda yəliyi vermirik. bəli. Məsələn, evin damı desək, ofdan apostrof S-dən istifadə edə bilirik müəllimə? İstədiyimiz hər hansı bir isimdir. Təbii ki, xeyr, cansız isimdir. Sadəcə bəzi istisnalar var ki, onlarda istifadə edirik. Onlar da bizim həm qrammatika kitablarımızda qarşımıza çıxacaq, həm də bu PDF-in içərisində var. Belə. Bəli, canlıdırsa apostrof S-dən istifadə edəcəyik, cansızdırsa isim-isim konstruksiyasından istifadə edirik. Burada əsas məsələ nə olacaqdır? Deməli, dedik ki, iki isim yanaşı gələndə, əgər yəlikdə deyilsə, təyin edici ikinci ismə görə təyin olunur. A furniture shop. Yox, iki isim yanaşı gəlirsə və yəlikdədirsə, o zaman biz təyin edicini gətirib birinci ismə görə uyğunlaşdıracağıq. İki isim yanaşı gəldi, yəlikdədir. Təyin edici gəldi, birinci ismə görə uzlaşdı. Xəbər də özünə yaxın olan isimlə uyğunlaşacaqdır təbii ki. These doctors advice təkdə olduğuna görə helps me a lot. Yox, bu formada. İki isim yanaşı gəldisə, yəlikdədirsə təyin edici birinci ismə görə, yəlikdə deyilsə, isimdirsə, yəni arada yəlik yoxdursa, o zaman biz artıq verəcəyimiz artikeldir, işarə vəziklərdir, yəni təyin edicilər də ikinci ismə görə təyin olunacaqdır. Bu hissəni də testin üzərində izah edəcəyik. Bu qədər. Aha, getdik. Buyurun. 2 saniyə. Müəllimə, burada C bəndidir də cavab. Onlar izah edeyim. Buyurun, zəhmət olmasa baxın. C variantıdır məncə. İştirak etmək istəməyən müəllimlər zəhmət olmasa, bəli, chat bölməsini də. A variantı olmaz mənim. Yox, çünki Z varsa apostrof S-dən sonraya düşməlidir orada. Aha, getdik. Birinci gəlin variantlardan. Deyim. C variantı olacaq. Birincidə bütün ailəni bildirdiyi üçün qarşına Z açıqlıq qoyacağıq. İkincidə Z family bütün elə ki, hər fərddən söhbət etdiyi üçün, ailənin hər fərdi oturduğu üçün cəmdə olacaq bizim xəbərimiz. Daha sonra oyun adı olduğu üçün xəbərimiz tək olacaq. Təzədən ikinci hissədə də elə ki, Dratsu göstərdiyi üçün ora görə onu itlə refer edəcəyik. C variantı. Möhtəşəmsiniz müəllimə, Allah. Super. Aha, oyun adıdır Drafts.
Oyun adları sonu S-lə bitsə də necə isimlərdir? Sayılmayan isimlərdir. Deməli, necə olmalıdır? Xəbər təkdə olmalıdır. 1, 2, 3. Üçüncü boşluğa bizə tək lazımdır. O da ki, ya olacaqdır C, ya da ki D variantı olacaqdır. Və bütöv ailə üzvündən danışanda necə eləyirdik? Bəli, S içəridə, apostrof çöldə. Doğru variantımız C. Bu belə. Getdik indi ikinciyə. İsmin cəmlənməsi, tələsməyin, baxın. Əhsən müəllim. Axşamınız xeyir. Axşamınız xeyir. variantı. B bəndə olar müəllimə? D bəndi müəllim. Diqqətli B, olun. B. Zəhmət. B, Bakı. Mənim A B variantı. bəndə. A. B, Bakının B-yi. Bakı. Nəyə görə Bakı variantı müəllim? Çünki orada müəllimə bayaq siz dediniz ki, defsinə yazılırsa, o cəmlənmə məlidir orada. Bir də merry go rounds. Aha, S sona veririk. bəli, Elaf gülüş eşitdi. bəli. Defsinə yazılanda dediniz ki, təkdə olacaq. Bəli. Müəllim, lafdan lafanın fərqi nədən ibarətdir? Hansın, yəni ümumi olaraq Laughter sayılmır. möhtəşəmsiz. Laf gülməkdir, feildir. Lafda da gülüş. Aha, Gönçə müəllimə bəli, salam bu arada. Bəli. Deməli, Mən çox üzr istəyirəm. Rekord olunur bu. rekord Yəni, olunur. Bəli. Dərsdən sonra yəni baxa biləcəyik də. Bəli, izləyə biləcəksiniz. Bəli. Bu dəfə Aha, testlərimiz də rekord olunur. Hətta keçən dəfə olmamışdı. Aha, elə əsas testlərə görə dedim. Dərsə qulaq asdım, testdə qulaq asa bilmirəm, çıxmalıyam. Tamam, narahat olmayın, göndərəcəm. Oldu, sağ olun. Siz sağ olun. Söz önlü, dedik ki, mürəkkəb isimlərdə əgər söz önü varsa cəmlənmə birinci, söz önü yoxdursa cəmləmi sonuncu ism əlavə olunacaqdır. Ona görə A-nı atırıq, C variantını atırıq. Bəli, lafır sayılmır deyə D-də gedəcəkdir. B variantımız düpbədiz. Niyə? Çünki arada defis var. Müəllimin də qeyd etdiyi kimi arada defis olanda biz defisdən sonraki ismi cəmləyə bilməyəcəyik. Bəs müəllimə iki nəfərin gülüşündən bəhs ediriksə, ona elaf deyə bilərik. O zaman lafı cəmləyəcəksiniz. We heard a laugh. Biz o bir gülüş eşitdi. Gülüşlər eşitdi demir axı. O bir gülüş eşitdi. Bir gülüş eşitdi. Amma bəli, laugh sözü cəmlənə də biləcəkdir. Niyə? Çünki sayıla bilən isimdir. Laugh ümumi mənada istifadə olunur. 3. Diqqətli olun, söz önü var. Cavab A-dır onda. A variantı. A variantı. Deməli, zəhmət olmasa səsləri bağlaya bilərik müəllimlər. Buradan çıxsam ekran gedəcəkdir. Hə, gəldik nəyə? Cümlədə of olanda nə dedik? Of varsa, söz önü varsa, cəmlənmə birinci, söz önü yoxdursa sonuncu ismə gedəcəkdir. Söz önü var deyə cəmlənmə birdə olmalı idi. B-ni belə atdıq. Digər tərəfə, forget me not, söz önü varmı? Yoxdur. O zaman cəmlənmə ikinci ismə əlavə olmalıdır. Bu da getdi. Ən axıra gəldikdə isə, deməli, xəbərdə bu hissədədir ya, sadəcə boşluq gedibdir. The majority, majoritydən sonra cəm isim gəldiyinə görə xəbərdə cəm olmalıdır. A variantı, möhtəşəmsiz. Əla, super. Bu salda diqqətli olun, zəhmət olmasa. Bir səhvdir. Y variantı olar müəllimə. Aha, hansı müəlliməmizdir deyən? Mən idim. İzah elə bilərik müəllim. Bəli, çünki orada navazları cəmdə verib. Cəmdə verdiyi üçün Dickens'in navazları deyə bilərik. Yəni o da cəmi ifadə edir. Onu da navazı əvəz etsək those of Dickens olar. 4-7-də elə E variantı olduğuna görə elə götürdüm. Möhtəşəmsiz. Əla, super. Deməli müqayisədir. Birinci yəlikdən sonraki ismə baxıram. Apostrof S-dən sonraki ismə baxıram. Novels cəmdədir.
Cəmdədirsə, zətləri verə bilməyəcəyik. 1 getdi. Daha sonra 5-də heç yiyəlik yoxdur. 5 də getdi. Sonra nə deyəcəyik? One sözü heç vaxt ismin əvəz edicisi kimi gəlməyəcəkdir. Biz yiyəlikdə one sözünü əvəz edici kimi götürə bilmirik. Bunu da atacağıq. Novels cəmdə olduğuna görə those götürəcəyik. 4. Və ya elə ismin özünü gətirib qoyacağıq. 6. Və yaxud da ki, Dickens sözü sona s-lə bitən isimdir. Yiyəliyi apostrofla da ola bilər, apostrof s-lə də ola bilər. Hər iki hal doğrudur. 7 də doğru olacaqdır. Bir də nə qaldı? 8-ə gəldik. 2 də doğrudur. Baxın, sona s-lə bitdiyinə görə yiyəlik sadəcə apostroflu olub. Bu da doğru. 8-də də yanlış bilirsiniz nədir? Of-dan əvvəl those gəlibdir, novel sözü cəmdə olduğuna görə. Day biz of-dan sonra bir də yiyəlik əlavə etmirik. Qətiyyən ehtiyac yoxdur. That of, those of özündən sonra ismi yiyəlikdə götürməyəcəkdir. Ona görə bunu da atsaq doğru variantımız bəli, i variantı olacaqdır. Davam edək növbəti testlərimizdən. C variantı. A-dır burada müəllimə. Məncə B-dir. Deməli, müəllimlərimiz C variantı deyir. Başqa? B variantı. Spaceman A variantı müəllim. özü elə yazılışı elədi, hə müəllimə? Aha, bəli. D bəndə də var, müəllim. D variantı. D. D variantı. A. Gəlin belə bir şey deyək. Cansız isimləri. Bəzi sözlərdə Men cəmlənməz axı, menin sonuna bəzi esimcə sözlərdə var. vermiyor. Sözün özü də elə. Baxaq müəllimə, mı? Sözün özü də elə. Baxaq mı? Bizim PDF-imizə baxmamısınız. PDF-ə baxsaz bilərdiniz. Bəli, Spiceman sözünün özü. Özü elədi. Sözün özü elədi. Bəli, sözün özü belədir. Qəribə adam deməkdir demişdiniz mənası. Növ cins, bir də bəli, qəribə adam mənasını ifadə edəcəkdir. Və biz onu cəmləmək istədikdə sonra s şəkildə əlavə edəcəyik. Museum sözü. Biz bunu niyə apostrof s-lə yiyəliyə salaq ki? Ataq da bunu. Ataq getsin. Daha sonra başqa gəlin görək hansı ipucu ilə davam edə bilərik. Onda B olacaqsa. Aha, baxın. Onların bir çox hissələri cəmdə olduğuna görə museum, piece, piece sözü təkdə article götürməlidir də sayıla bilən isimdir. Ona görə bunu article olmadığına görə özə cəmdə verməliyik deyə piece sözünü atacağıq. Ya A olacaqdır, ya da B variantı olacaqdır. B variantı da olmaz məndən. Bəzədilmiş daşların, bəli, növləri, bəzədilmiş daşın növü yox. Bəzədilmiş bu jade daşın adıdır da. Bu daşların növləri. Spiceman növ cins deməkdir. Biz onu cəmləyəndə bəli sonuna s əlavə edəcəyik. Doğru variantımız B variantı olacaqdır. Əla, çox gözəl. Qəşəng gedirik. Getdik 6-ya. Diqqətli olun, kollektiv isimlər var. Müəllimə A variantı olar. Müəlliməmiz A variantı deyir, sonra C variantı deyilir. I variantı. I variantı. C variantı. Saf təkdə People verirəmsə R verərəm. Saf heyət. Adı. Gedək. Xalqları bir dənə silək qoy, işimiz yüngülləşsin. Xalqın nə işi var ofisdə? Ofisdə heç kim, yəni yox idi. İnsanlardan söhbət gedir. People götürəcəyik. Heyət tətildə idi. Kim? İnsanlar. İnsanlardan söhbət gedir, canlılardan söhbət gedir. Düzdür, biz deyirik ki, kollektiv ismin xəbəri təkdə də olur, cəmdə də olur. Burada people qoyuramsa, gəlin hərdən davam edək də. Axı orada bir neçə insana söhbət. Mən bunu izah edə bilərdim, icazə versəydiniz. Bəli, adı. Olar izah edə. Mənim C olar da. Gəl bu People tamamlayaq, izah eləyərik, bəli. Qalırıq ya C, ya da ki I variantıdır. Baxın bir dənə. Ofdan əvvələ baxın.
Earnings. Cəm Bu veriblər, bunu cəmdir. deyirəm. Həmişə cəmdə olan isimdir. Xəbərini həmişə cəmdə götürən isimdir. Ona görə də C variantı. C variantı deyən müəllimlərə alqış, əhsən sizə. Bəli. Axı dedik ki, ofdan əvvəl isim gələndə xəbər ofdan əvvəlki ismə görə uyğunlaşırdı. Ona görə C variantı. Burada people da cəmdir, A da have-dir. Bəli, müəllimə. Aha. Ona görə C variantıdır. 8-ci, 7-ci. 7. Aha. Neydi burada? Burada a terrible with yesterday olardı. Aha. Gəlin baxaq. Birinci ifadəmiz in all weathers. Bəli, bu ifadə həmişə, hər zaman, bütün havada. Bu ifadə doğru bir ifadədir. Bizdən yanlış istədiyinə görə bunu ataq getsin. B variantına gəldikdə, weather sözünün qarşısında təsvir edici sifət qoysaz belə biz article verə bilməyəcəyik. Bir də belə getdi. Doğrudur yəni. C variantına gəldikdə, normalda distrust inamsızlıq mənasını ifadə edəcək də, amma qarşısında təsvir edici sifət gəldiyinə görə article veribdir. Article verib. Niyə? Doğrudur. Mücərrəd olsa belə sifət gəlib qarşısında. Ona görə article olacaqdır. D variantına gəldikdə, yenə understanding sözünün qarşısında onu təsvir eləyən söz gəldiyinə görə article verilibdir. Bu da doğru. Yanlış variantımız E variantı olacaqdır. Damage zərər ziyan mənasında sayılmayan isimdir. Biz onu cəmləyə bilməyəcəyik. Damage sözü təzminat mənasında sayıla bilən olar. Məsələn, he received damage after the accident. O qəzadan sonra təzminat aldı. Bu formada bəli biz damage sözünü cəmləyə biləcəyik. Niyə? Çünki təzminat mənasını ifadə edir. Amma ki, zərər ziyan mənasında bu söz sayılmayandır. Sayılmayandırsa tək də gəlməlidir. Yanlış variantımız E variantı. Gəldik 8-ə. Buyurun, diqqətli olun. Neydi müəllimə? Müəllimlərimiz A variantı deyir. Başqa müəllimlər? C variantı müəllim. E variantıdır məncə. E variantı deyirik. Gəlin baxaq. Sonu S-lə bitən isimlər var idi ya. Sonu S-lə bitən isimlər hansı ki təki cəmi eyni idi. Hansı idi o isimlərimiz? Headquarters, qərargah, barracks, barak, means, vasitə, imkan, crossroads, species. Bunların hamısı sonu S-lə bitməsinə baxmayaraq təki cəmi eyni olan isimlərdir. Hanı bunun S-i? Yoxdur. Yoxdur. Daha sonra C variantına gəldikdə this qoyuramsa bir imkandan, bir vasitədən söhbət gedir. Niyə axı xəbərini cəmdə verək izolacaqdır? D variantına gəldikdə, məsələn, ofdan əvvəl species təki cəmi eyni olan isimdir. Deyəcəksiniz ki, balığın növləri dediyinə görə xəbərini cəmdə veribdir. Bəs an amount of ifadəsi sayılmayan isimlərlə istifadə olunur. Axı biz onu sayılan isimlərlə verə bilmirik. Ona görə bəli, doğru variantımız E variantı olacaqdır. Məktəbin yanındakı 4 yol. Məktəbin yanı bir 4 yoldan söhbət getdiyinə görə xəbəri də gətiribdir, tək də qoyubdur bu formada. Digərlərində S çatmırdı. D variantına gəldikdə isə an amount of ifadəsi sayılmayan isimlərlə istifadə olunacaqdır. 9 yanlış.
B variantıdır. Son sayılmır. Qaya mənasında. C variantında kofis cəmlənməz axı. Amma Svonda onu cəm formada verib axı. İstisna formada cəmlənəcəkdi müəllimə. Gəlin üzr istəyirəm. E variantı var müəllimə. Aha, gəlin birinci A variantından başlayaq. Iron material kimi yox da, amma ütür kimi sayılacaqdı. Burada ütü mənasını ifadə edir. Bəli, otellərdə the irons were collected from the hotel. Otellərdən ütülər yığıldı. Burada ütü mənasını ifadə etdiyinə görə xəbəri də cəmdə gətiribdi, doğru. Bizə nə lazımdır? Yanlış lazımdır. B variantında her hair looked beautiful. Onun saçı qəşəng görünürdü. Sayılmayan isimdir da, heyə olduğu kimi saxlayıbdı. Saç mənasında sayılmır. Bu da doğrudur. C variantına gəldikdə paper sözü qəzet kimi sayılır, amma kağız kimi sayılmır. Burada doğru götürə biləcəyik biz bunu. Sizcə doğru götürə biləcəyik? Yəni burada qəzet mənasında gəlir. Reportu, məruzəni çap etmək üçün gərək ki, biraz kağız alın. Biraz kağız alın. Axı bu sözə görə biz onu qəzet kimi götürə bilmirik, axı oxumaq demir. Çap etmək üçün. C variantı. Deməli, mən cavab C-ni götürdüm. Elə qəzet kimi yox, kağız kimi göstərirdi orada. Bəli, müəllimə, C variantı. D variantına gəldikdə isə 2 kofe ala bilərəm. Müəllimə, bu ifadə doğrudur. Niyə? Əslində 2 cups of coffee-dir. Sadəcə olaraq qrammatika kitablarımızda həmin hissəni mən sizə çəkib göndərəcəm. Qrammatika kitablarımızda, yəni bir növ qısalmaya gedib də, cup hissəsini atıbdı, coffee sözünü cəmləyibdi. Ola bilər. Bu ifadə doğrudur, yanlış deyil. Sadəcə tərkibində cup sözünü tutur. Buyurun müəllimə. Sizin keçən dəfə PDF-inizi oxumuşam. Orada bəzi sayılmayan isimlər var idi. Sənddir və yaxud digərləri idi. Orada S qəbul edir. Məndə çox maraqlı idi. Məsələn, deyəndə ki, necə deyim, orada səndi biz tək yox, deyirdim, niyə S götürür? Çünki orada götürməyin səbəbkarı artıq cəmlik bildirirdi deyə. Bax, biz müəllimlərdə belə şey çaşdırır. Biz kofeni tək indi deyirsiniz ki, belə birdən yadımıza düşür də. Ona görə belə şeylərdə çox çaşırıq. Yəni, indi son zamanlarda sayılmayanları cəm kimi götürürlər. Bəli, müəllimə. Təəssüf ki, çox dəyişikliklər var. Məsələn, orada sakit okeanın suları. Orada yazmışdınız ki, suları cəm deyirəm ki, ola bilməz axı belə. Axı deyir ki, sakit okeanın suları cəmlik bildirdiyinə görə suyu da cəmləmişdiniz. Bəli, sırf o birləşmələr. Bəli, müəllimə. O birləşmələr, oradakilərin hamısı advanced qrammatika kitablarına əsasən, yəni heç biri adi internetdən götürülən deyil. Əsaslandığı vasitələr var deyə, orada necə verilirsə o formada. Ona görə bir də çaşıb qalırıq da, bilmirik nəyə oxuyaq, nəyə başlayaq. Düzdür, müəllimə. Çox çaşırıq. Düzdür, çox təəssüf ki, dəyişikliklər çoxdur. E variantına gəldikdə elə sizin sözünüzə qüvvət. Stone sözü sayılmır, amma nə zaman material mənasını ifadə eləyərsə. Məsələn, ev daşdan tikilibdir. Burada stone sözünü olduğu kimi saxladıq. Niyə? Çünki material ifadə eləyir. Amma E variantında isə biz onu doğru götürəcəyik. Yolun hər iki tərəfində iri bir daşlar var. Orada artıq materialı ifadə eləmir, daş mənasını ifadə edəcəkdir. Desəydi ki, yol daşdan tikilib bilməz, amma elə mən evdə qalım. Ev daşdan tikilibdir, materialdır. Amma yolda daşlar varsa, artıq iri qaya parçalarını nəzərdə tutur. Bu artıq sayıla bilən isimdir deyə, bəli, cəmlənəcək, xəbərdə cəm olacaq. Yanlış var. Müəllimə, onları tapmaq asandır. Nəinki o sudur, qumdur, onları tapmaq daha çətindir. O 3 dənə o birləşmənin tərkibindədir, müəllimə. Elə 3 dənə o birləşmənin tərkibindədir. Aydındır, çox sağ olun. Sağ olun, müəllimə. Onda da yenə bizə yanlış lazımdır. Bir variantı bizə aiddir. Elə mən səhv B variantı olmaz. Çünki demişdik, time dəfə kimi sayılır da. Biraz zəhmət olmasın. Mənim A variantı. Yo, A düz olar məncə. Çünki o tük mənasında verib.
Yəni ceketin üstündə 2 dənə tük var idi. Bəli. D Gəldik. variantında experience bir dəfə Bu evet, təcrübə çok kimi zor. deyirlər. Məncə Deyil o. deyil. Time vaxt C mənasında variantı da düzdür. mənasında sayılır 2 dəfə, 3 dəfə. Bunda D variantı. Experience təcrübə bir də sərgüzəşt mənalarında orada Variantı olar. Bu PDF-inizdə var idi. Aha, təcrübə O və yazılmış. sərgüzəşt mənasındadır Hə, sizcə. hə, o D yadımdadır. variantında. Bəli, və D variantında hansını ifadə edəcəkdir? Hə, hə. Sərgüzəşt deyəsən Təcrübə sayılır. müəllimə, təcrübə. Təcrübə sayılmır. Heç qədər təcrübəsi var. Təcrübə. Deməli, cəmlənməli deyildi. Elə yanlışımız D variantı. O bu iş üçün Hı hı. kifayət qədər təcrübəyə sahib deyildi. Sərgüzəşt yox. Sərgüzəştdə nə var ki işdə? Təcrübədən söhbət gedəcək D variantı. Təcrübə sayılmır, sərgüzəşt sayılır. Bəli. İndi gəlin digər variantlara baxaq. A variantında hairs, bəli, tük dənəciyi kimi sayılacaqdır. Jaketində 2 dənə sarı tük var idi, saç var idi. Dənəcik kimi, bəli, düppədüz. B variantına gəldikdə dəfə kimi deyirdik ki, sayılır, amma vaxt kimi sayılmır. Müəllimə, burada vaxt kimi yox da, bir növ belə olacaqdır. İşləməyi dayandırmaq istədiyim anlar olub. Elə anlar olur ki, işləməyi dayandırmaq istəyirəm. Və bu cümlə doğrudur. Elə anlar olur ki, işləməyi dayandırmaq istəyirəm. Anlar deyəndə onda onu cəmləndirə bilirik. Cəmləndirə biləcəyik. Bu cümlə də sırf svonlandır. Həmin hissəni də göndərəcəm. Ümumiyyətlə o PDF-i sizə göndərəcəm. Və bu cümlə də düppədüzdür. C variantı da. Life ümumi mənada sayılmır. Amma onun həqiqətən də çətin bir həyatı olub desək, qarşısında adjektiv gəlibdir və artikel gəlib. Düppədüz, heç bir problem yoxdur. E variantında da yenə seots cəmlənə bilən isimlərimizdəndir. D variantı isə işdə artıq bizə təcrübə lazımdır deyə təcrübə də sayılmayan isimdir, olduğu kimi qalar. Neyniyək müəllimlər, davam edək. Yorulmamısınız ki? Yaxşısınız? İnşallah ki, yaxşısınız. Səs gəlmir. Gəldik 11-də. Edək. Gedək. 11-də yenə yanlış lazımdır. Vay vay vay. B olar müəllimə. D variantı müəllim. B, Bakının B'si. Bakı variantı. Exciting, bəli, biz deyirik ki, ing-ni... Mən elə onu götürmək istəyirəm. Excited olmalıdır, elə biləm. Xeyr, müəllim, götürməyin onu elə. Biz siz nəyə görə? Şəxsi Excited aid daxil. insanların, bəli, keçirdiyi hissləri ifadə eləyəndə istifadə olunur. Amma deyirik ki, o çox maraqlı insandır və yaxud da maraqlı. Exciting burada bir növ həyəcanlı deməyək də, hər şeylə maraqlanan bu mənanı ifadə edəcəkdir. O mənada. İnsanların xüsusiyyətlərini ifadə eləyəndə, bəli, ing-dən istifadə edirik. Amma hansı hisslər keçirdiyini ifadə eləyəndə orada idi. Burada bir növ... Anybody verdiyinə dedim, id olar ona görə. Hə. Əslində, baxın, bu ifadəyə görə bu cümlə qoyulubdur. Amma Almaz müəllimə, travel sayılmır axı. Mən belə bilirəm. Travels ola bilər. Salim enisin cəmlənə bilər. Amma cəmlənir. Nadirən cəmlənir. Müəllimə, 7-ci sinif kitabımızda bir mətn var, 2-ci, 3-cü bölmədə tam xatırlamıram. Orada travel sözünü cəmləyib. Niyə? Çünki yəliyin tərkibində gəlib. Yəliyin tərkibində gələndə, sırf yəliyin tərkibində gələndə, bəli, biz onu cəm götürə biləcəyik. İndi burada yəlik formasını mən görmürəm. Yəlik əvəzliyi var axı müəllimə. Sorry. Hə, ona görə olar. Ümumi səyahətlər haqqında deyir də. Aha. Komitə sözü necə isimdir? Kollektiv isimdir, düzdürmü? Xəbərli cəmdə verə bilərik, tək də verə bilərik. Onda ev bənində olmalıdır, first class. Ev variantı sizcə nə səhvdir? Article olmalıdır. Article, bəli. Orada səhvlikdən article düşmüşdü. Knowledge sözü sayılmayan isimdir. Amma biz onun qarşısına təsvir edici qoyanda, təyin qoyanda. İfadə tərkibində hələ. Article lazımdır. Bəli. First class knowledge. First class knowledge of German. Bəli. İngiliscəsində yaxşı, alman dilində yaxşı bilən.
Gəldik 12-yə. Orada artıq sözü qüvvətlendiririk də biz. Bəli, müəllim. Article kimi gedir. Müəllimə, burada heç bir cümlə səhv deyil axı, hamısı Müəllimə, doğrudur. Y variantı səhvdir də. Orada minus cəmləni. Möhtəşəmsiz. Möhtəşəmsiz. Bəli. Y variantı. Bəli, defisdən sonra axı isim cəmlənməli deyil deyin müəllimə. Bəli, E variantımız yanlışdır. Baxın. C variantına baxa bilərik müəllimə. Orada of da var. Dickens-da yəlik də verib. Bu yəlik özündən sonra gələn ism aiddir. Dickens'ın əsərlərinin çoxunu oxumuşam mən. Özü bu yəlik deyil müəllimə. Of, quantifierlərdən sonra biz of qoyurduq. Quantifierlərdən sonra of qoyurduq. Nəyinsə çox hissəsini ifadə edən zaman. Əksəriyyəti mənasında. Bəli, əksəriyyəti, çox hissəsi mənasını ifadə edəcəkdir. Əsərlərinin çoxunu oxumuşam. Əksəriyyəti, çoxu, bəli. İsim yox da, sadəcə olaraq quantifierdən sonra gələn ofdur deyə bu da doğrudur. Bir də baxın, ismin sonunda adında s olduğuna görə bayaqki kimi yenə yəliyə sadəcə apostrofla giribdir. Düppədüz. Bu da doğrudur. Başqa nə qaldı? İsmin sonunda s var, amma yəliyə apostrof s ilə girib hər iki hal ola bilər. Bu da doğrudur. 13. Axırlarda o qədər maraqlı suallar var. Çıxmayın ha. Birlikdə baxaq. Aha, Şəhla müəllimə C variantını deyir. Müəllimə, D variantıdır. Nigar müəllimə də D variantı deyir. Görək niyə D variantıdır Günel müəllimə də. Şəhla müəllimə niyə D variantı? Deməli, dedik ki, iki isim, Türkan müəllimə də D variantını deyir. İki isim yanaşı gələndə birinci isim isimli xüsusiyyətini itirirdi. Burada trouser sözü türkçə çevrilir də. Bəli. Trouser, bəli. Pocket. Şu, bəli müəllimə. Ayaqqabı mağazası. Artikel ikinci isimə aid və birinci isimdə S-i atırıq. Niyə? Çünki birinci isim isimli xüsusiyyətini itirdi. Qətiyyən S əlavə eləyə bilmərik. Bu getdi. Horse race, at yarışı. Artikel gəldi ikinci ismə. Niyə? Çünki dedi ki, iki isim yanaşı gələndə yərik yoxdursa, təyin edici ikinci ismə aid olacaq. Düppədüz. Coat yenə burada pocket. Bu hətta cəmlənibdir. Bu da doğrudur, heç bir problem yoxdur. Amma iki isim yanaşı. Burada baxın, there was some money in his trousers pocket. Burada S düşməlidir. In his trousers pocket. İki isim yanaşı gələndə, birinci isim artıq isimli xüsusiyyətini itirir. Biz orada cəm şəkilçisi qoya bilməyəcəyik. Yanlışımız D variantı. I variantında da bəli, bu da doğrudur. İsim konstruksiyası. Artikeldə ikinci ismə görə təyin olunur. Düppədüz. Almaz müəllimə, orada trousers, o trousersdə Şalvarın özündə cibi. deyildi. Şalvarların cibi yox, şalvarın cibi. Başqa ismin qarşısında gələndə müəllimə, orada artıq S atacağıq biz. İki hissədən ibarət olan isimlər bir halda bu formada istifadə olunar ki, o başqa bir ismin qarşısında gəlsin. O zaman o ismin xüsusiyyətini itirir. Buyurun. Deməli, o qoşalıq bildirənlərin S-i düşür, belə başa düşdüm də. Başqa ismin qarşısında gələndə bəli düşəcəkdir. Şalvarın cibi. Birinci dəfə də rast gəldim belə bir şey. Bu da sonda var, bəli. Çox sağ olun. Sağ olun müəllimə. 14-də də yanlış lazımdır. Ən sevərək hazırladığım sual bu sual idi. Diqqətli olun, zəhmət olmasa. Çox gözəl sualdır.
Müəllimə B variantı da burada. Aha, müəllimə B variantı deyir. Digər müəllimlərimiz necə düşünür? Müəllimlər, cavab vermək istəyənlər zəhmət olmasa chat bölməsinə yazın da. Fikirləriniz maraqlıdır. Şəxla müəllimə, möhtəşəmsiniz siz. Siz bütün sualları maşallah hamısını cavablandırırsınız. Şəfəq müəllimə. Başqa digər müəllimlərimiz necə düşünürsünüz? Türkan müəllimə E variantı deyir. Almaz müəllimə D variantıdır da. D variantı deyirsiniz. Yəni mən D deyirəm. Little Sky. Okay. Getdik. O zaman baxaq görək hansı olacaqdı. Pəri müəllimə də B variantını deyir. Golden memories, unudulmaz xatirələr. Bir növ bu mənanı ifadə edəcəkdir. Qızıl xatirələr deməkdə unudulmaz xatirələr. İfadə düzdürmü? Düppədüz. Heç bir yanlış yoxdur. B variantına gəldikdə silk nədir? İpək. İpək corablar. O, ipək corablar geydi. Əla, düppədüz, ipək. Amma C variantına gələndə türklər demiş, ipəksi dəri, ipək kimi bir dəri. Bəli, o zaman silk sözünün sonuna en şəkilçisi əlavə edəcəyik. Bu da doğrudur, heç bir problem yoxdur. D variantına gəldikdə leading sky, tutqun səma. Bu ifadə qarşımıza harda çıxsa, tutqun səma mənasını ifadə edəcəkdir. Doğrudurmu? Doğrudur. E variantına gəldikdə stone deməyəcəyik. Silence sayılmır. Silence sayılmır, amma təsvir edici söz gəlir baxı qarşısında. A stony silence, soyuq bir səssizlik. İfadə belədir. Sonuna Y şəkilçisini əlavə edəcəyik. Y hərfini əlavə edəcəyik. A stony silence, soyuq bir səssizlik. Və s. Belə. Müəllimə səma da sayılmırdı D variantında. Nə sayılmırdı? Səma, Sky. Sky xüsusi isimdir. Xüsusi isimlərimizi təbii ki biz cəmləmirik də müəllimə. Sadəcə burada qarşısında təsvir edici sifət gəldiyinə görə o kiçik hərflə yazılıbdır. Belə. Testin deyirəm ki, ən sevdiyim sualı bu sualdır və bu həqiqətən də çox düşündürücü sual idi. Getdik 15-ə. 20 dənə sualdır. Zəhmət olmasa çıxmayın. Diqqətli olun. Mən təşəkkür edirəm müəllimə. Mütləq atılacaqdır. Aha, Şəhla müəllimə, rekord olunur, narahat olmayın. D variantı. D variantı. Müəllimlərimiz D variantı yazır. Çox sağ olun Kəmal müəllimə, var olun. Deməli, Gönçə müəllimə D variantı deyirsiniz. Orada have yəqin həzm tutur. Let yoxsa. Amma let var axı qabaqda. Let özündən sonra feili donmuş formada ilkin formasında gətirməlidir. Complex object. Bəli, complex object bölməsinə əsasən. Gəl A variantı ilə başlayaq. The United States sonu S ilə bitən ölkə adları var idi. Çox sağ olun müəllimə, minnətdaram. Ölkə adları var idi, sonra təşkilat adları var idi. Bunlar necə isimdir? Sonu S ilə bitməsinə baxmayaraq sayılmayan isimlərdir. Sayılmayan ismi də xəbər təkdə olacaq da. Bu doğru, düppədüz. Sonra B variantına gəldikdə, baxın silence sayılmır da, düzdür. Amma onun qarşısına təsvir edici sifət qoyanda artikel qoya biləcəyik. C variantına gəldikdə isə silence ümumi mənada istifadə olunubdur. Ən yaxşı çətin vəziyyətlərdə ən yaxşı cavab sakitlikdir, səssizlikdir. Ümumi mənadır. Ümumi mənada bəli, olduğu kimi ismi qoyacaq. Bu da düppədüz. E variantına gəldikdə bizim bəzi ifadələrimiz var idi. Dedik ki, onlar cəmlənəndə sadəcə ikinci ismə, məsələn, man eaters sözündə necə olurdu adam yeyən, sadəcə ikinci ismə yəli əlavə edirdik. Burada eyni qaydadır. Qadınlara nifrət eləyən bu formada cəmə girəcəkdir. Birinci isim olduğu kimi qalır, S-i sadəcə ikinci ismə əlavə edəcəyik. Normalda biz woman, mən sözləri birinci tərəfdə gələndə həm özü cəmlənirdi, həm də özündən sonraki ismi cəmləyirdi. Amma bizim bu isimlərimiz istisna isimlərdir ki, sadəcə ikinci hissə cəmlənir. Birinci hissə olduğu kimi qalacaqdır. Ona görə yanlış variantımız E variantı olacaqdır. Bəs müəllimə, elə sayılmayan isimlər olurdu. Ona deyirdik ki, təsvir edici sifət olsa belə E artiklını qoya bilmirik. Bəli müəllimə, məsələn water sözü, waste sözü qoya bilməyəcəksiniz siz.
Bəs onlara qoya bilmirik. Buna niyə qoyuruq ki, məsələn? Sayılan sözü həm countable ola bilər, həm uncountable ola bilər. Həm sayılan ola bilər, həm sayılmayan ola bilər. Bunu istifadə edə bilirik. Article qoysaq gələcəkdir, article qoymasaq gəlməyəcəkdir. Bəzi mücərrəd isimlərimiz, bəzi mücərrəd isimlərimiz var ki, onlar hər iki formada girə bilər. Amma weather'dır, water'dır bu kimi sözlər isə nə qədər təsvir edici qoysaq da yenə onları dəyişə bilməyəcəyik biz. Gəldik 16-ya. Possessive case istəyir bizdən elə indicə keçdiyimiz. D variantı. İkincini düzəltdim müəllimlər. Yarısı düşməmişdi. Hamısı. Orada 2-dən müəllimə D-dən sonra apostrof S-dir. 10 days, bəli, apostrof, sadəcə apostrof və isim gəlib. 10 days holiday, 10 günlük tətil. 10 günlük tətil. Apostrof. Apostrof da S-dən sonradır, hə? S-də, apostrof S-dən sonradır, bəli. Məndə D variantıdır burada. Deməli, ölçü, zaman, məsafə ifadə edən sözlərin xəbərləri necə olurdu? Təkdə. Of-dan əvvələ baxıram. 9 hours sözünə görə xəbərini təkdə götürübdür. Bu düppədüz. 10 günlük tətil, bu da doğru. Double genitiv, 2-dən yəlik gəlib, doğru. Həm of verib, həm apostrof S verib, isim qoyub, double genitiv, doğru. Double genitiv, doğru. Hamısı doğrudur. Bu da yanlış yoxdur. Hər biri doğrudur. 2-dən yəlikdən istifadə edib. Aha, bu da maraqlı sualdır. Mürəkkəb isimlər. Bəli, mürəkkəb isimlərin cəmlənməsi. E bəndə ola bilər. Diqqətli olun müəllim. Bir dəqiqə baxın. Olmaz. Sansın var. E bəndə səhv. Hissəni olmayan hissəni cəmləyir. C variantı olar mənim. C variantı. Fiildən sonra gələnlər S götürür. Aha. E-də sans olmalıydı. variantı. D-də mazəs olmalıydı. B variantı dedik, C variantı dedik, düzdürmü? Gəlin birinci A variantına baxaq. Niyə? Dedik ki, söz önündən əvvəl isim gəlibsə, isim varsa cəmlənmə ilə birinci tərəfə getməli idi. Onda bunu səhv demişik də, belə olacaqdı. Lookers on, tamaşaçılar, bu getdi. B variantına gəldikdə, söz önündən əvvəl feil varsa cəmlənmə elə söz önünün özündə qalacaqdı, düzdürmü? Bəli, C variantı. Bu da getdi. C variantına drop outs. Birinci tərəfdə drop fail olduğuna görə out söz önünün özünə gəlibdir S. Go betweens ara düzəldən. Yenə bu da eyni qaydadır. Fail gəldiyinə görə S ikinciyə gedibdir. Forget me nots söz önü olmadığına görə cəm şəkilçisini sona artırmışıq. Düz. D variantına gəldikdə isim olduğuna görə birinci tərəfdə olacaqdır. E variantına gəldikdə isə yenə söz önü olarsa birinci tərəfdə cəmlənmələr birinci tərəfdə olacaqdı. Bəli. Birinci tərəfdə isim varsa, söz önündən əvvələ elə ismi üzərinə gedəcəkdir S, yox feil varsa, o zaman biz feilə S əlavə edə bilmirik. Cəm şəkilçisi elə söz önünün özündə qalacaqdır. Bu sözlərdə hər iki formada girir. Belə də girəcəkdir. Hərbi məhkəmə, bir də baş prokurorluq. Bu formada da court martial, bu formada da girəcəkdir, belə də girəcək. Yəni burada S verə bilərsiniz, sona da verə bilərsiniz. Burada vermək olmaz. İsim olanda hər iki tərəfə veririk müəllimə. Mürəkkəb isim deyə müəllim bu. Bu mürəkkəb isimdir. Bildim mən. Hə. Mürəkkəb isimdir. Arada dərs var. İsimlə ifadə olunanda da onu soruşuram. Aha, bəli. Bir dənə sizdən zəhmət olmasa. Buyurun. Müəllimə, bax, axı drop sözünün biz isim kimi də mənasını bilirik. Yəni, burada necə fərqləndirə bilərik ki, drop həm
Yəni Drop damcıdır da isim məktəbi kimidir. yarım Damcı. qoyan, buraxan, drop, damcı kimi nəzərdə tutmuraq. Bu söz bilsiz nədir müəllimə? Məktəbi yarım qoyan insan. Bundan danışır. Burada artıq birinci tərəfdə gələn drop atmaq, yarım qoymaq mənasını ifadə edəcəkdir. Feil kimi götürüləcəkdir. Ona görə S-i artıq ikinci tərəfə qoyuruq. Aydın, çox sağ olun müəllimə. Aha. 18. 18-də yenə bizdən yəliyi istəyir. Bu da rahatdır. Go between ara düzəldən şəxs. İ variantı müəllimə. İ variantı. Digər müəllimlərimiz necə düşünür? Yaxşı. Gəlin belə bir sual verək müəllimə. Dedik ki, əgər yəlik varsa, o zaman təyin edici, yəlik varsa, o zaman təyin edici birinci ismə görə təyin olunur, düzdürmü? Amma buradakı teacher sözü cəmdir, amma article en, yəni qeyri-müəyyən article gəlibdir. Sizcə bu sual niyə doğru olsun? O konferans aiddir müəllimə. Möhtəşəmsiz müəllim, bəli. Necə bilə bilərik? A conference for teachers. Müəllimlər üçün olan konferans. Normalda biz deyirik ki, yəlik olanda təyin edici birinci ismə görə uyğunlaşır. Bəs niyə burada təyin edici ikinci ismə görə uyğunlaşır? Yarış var axı, burada yarışda gəldiyinə görə. Müəllimlərin konferansı bir yerdədir. Bilsiz necə olacaqdır? For-la əvəzləyəcəksiniz. A conference for teachers. Müəllimlər üçün olan bir konferans. Əgər for-la əvəzlənirsə, o zaman article bura aiddir. A conference for teachers. Müəllimlər üçün olan bir konferans. Düppədüzdür müəllimə, düppədüz. Ürəyim qırıldı. Can. An hour's work, bu da doğrudur. Reports conclusion doğru. Sən də belə getdin. Off-dan verib, sən doğru götürək, get. Bu da getdi. Oh, şükür. Şükür, 2 dənəmiz qaldı, getməyin. Bunlara da baxaq. Bütün variantlar görünmür. Necə edək? Müəllimə, orada A variantıdır. Bütün variantlar məncə düzdür orada. Yox, 6-da Xeyr, düz deyil. Orada 6-da ES-dən sonra apostrof olmalıydı. Else varsa? 6-da else varsa else özü götürür. Else özü götürəcəkdir. Atın altına getsin. The sun's rays, günəşin şüaları, varlığı tək olan isim. Olar. Sunday's rest, bazar günü istirahəti doğru. Earth sözü apostrof S-də girəcəkdir. Titanic, bəli, Titanic gəlmir. Moscow yenə doğru. BBC doğru. 6-dan başqamızdır. Düzdürmü siz? Bəli. O variantıydı. Və nəhayət gəldik sonuncuya. Aha. Sonuncu. Burada düzgün cümlə seçəcəyik. Doğrudur. Meet and close. Altıda mathematiksi bu izlə olacaq. Fənn adı təkdə olur. İcisi ilə qutaranları təkdə götürürük. Aha, 6. Bəli, 6 səhvdir. Sonra x-la bitənlər təkdə olacaqdır. Amma onlar yəliyin tərkibində gələrsə, o zaman cəm bilə bilərik. Bu doğru. Harasa eşitmişdim onu. Bəli. 1, 2, 3. 4-də crossroads. Crossroads. A variantıdır müəllimə. Bəli. Baxın bir dənə 4-də. Crossroads mean a place. Means olmalıdır. Sən də belə ataq get. Waiting room. Okay. 3-ə gəldikdə gallows təki cəmi eyni olan isimdir. Təkdə də verə bilərik, xəbərini cəmdə. Z artiklı gəldiyinə görə bilmirik də indi təki cəmi nə formada verib. Tək kimi götürüb xəbərini düz götürək. Bu doğru. Bəs 2-yə gəldikdə bu green fly-dan bir də quill sözü bildirici mənasını ifadə edən söz. Bu sözlər necə cəmə girirdi? Quill sözü ilə green fly. Dünən demişdiniz müəllimə. Təki cəmi eyni olan. Green qarşısında belə də düzdür. Möhtəşəmsiz. Bəli, belə də götürə bilərik.
belə də will götürə belə də bilərik. götürə bilərik, belə də götürə bilərik. Üç forma. Düz. Green fly da yenə eyni qaydada. Belə də olar, Bəli. belə də olar. Hər Belə iki də olur. forması düzdür. Bəli, hər iki forması doğrudur. Ona görə 1, 2, bir də 3. Hansı variantdadır? A variantı. Almaz müəllimə, bu zəhmət olmasa 4-cüyə bir də izah verin də. Müəllimə, orada artikla yazmamışdım, onu düzəltdim. Across roads 1-4 yoldan söhbət gedir. O zaman 1-4 yol deyiriksə 1000 deyə bilmərik, axı xəbəri təkdə qoyarıq, Amma 1000 deyərik. siz niyə 5-i düz götürmüsünüz? 5-i düz götürdük. Əstəğfurullah, 5-i düz götürməyəcəyik. Biz siz nəyə görə düz götürməyəcəyik? Ofun tərkibində olanda sonu x-la bitənlər, ofun tərkibində olanda onların xəbərləri cəmdə olmalıdır. Fikirləşdim, burada üstə gerək qoymuşsunuz nəyə görə? Hə, müəllimə, verin yorğunluğumuza. Yorğunluğa verin. Sonu x-la bitənlər tək halda gələndə də xəbər təkdə olacaqdır. Amma ofun tərkibində gələndə xəbər cəm. Sonu s-lə bitənlər crossroads, headquarters, gallows bu kimi isimlərin qarşısında e artiklı gəlirsə təkli ifadə edir, xəbərdə tək olmalıdır. 1, 2, 3. Müəllimə, bu coils'la green flies necə yəni? Mən başa düşmədim onları. Bu söz müəllimə, quills sözü ilə, sonra hansı idi? Green fly sözü hər iki formada cəmlənə bilər. Hər iki formada cəm kimi götürə bilərsiniz. Yəni təkdə yazılsa cəm kimi götürülür. Bax, belə də cəm S-lə yazılsa cəm kimi götürülür. Bəli, S-i atsaz da, bəli. S-i atsaz da to quill deyəndə iki bildirsin. Belə də cəm götürə bilirsiniz. S qoysaz da cəm götürə bilirsiniz. Oruç Musayevdə bu qayda verilibdir. Aydındır müəllimə. Müəllimə, bu söz özü. Bu söz özü təki cəmi eyni olan isimdir. E artiklını qoysaz təkliyi bildirəcəkdir. To qoysaz cəmliyi ifadə edəcəkdir. Cəmliyi də edəndə iki cür olur. Belə də qoya bilərsiniz cəmə, belə də qoya bilərsiniz cəmə. S də qoyub cəm qoya bilərsiniz. Hər iki forması doğrudur. Yəni to'nun qarşısında quest-da yazılsaq da cəmdir, tək formada yazsaq cəm sayılır. Bəli, müəllimə. Təki cəmi eyni olan isimdir. To quill desəydik, onda da düz olardı da. Necə desəydik, müəllimə? To quill, S-siz. Bəli, o da cəm sayılır. Baxın elə bu da yazılıb. Bu ikisi də cəmdir. Bu da cəmdir, iki bildirçin və yaxud da S artırsaq yenə cəmdir. Green fly-da qəbuldən. Almaz müəllimə, yalnız onu fərqləndirən E artiklına görə fərqlənir. Əgər qarşısında E görsək, onda onu tək götürəcəyik. Yox, E-siz görsək, to ilə və yaxud da S-lə görsək, ona cəm götürürük. Allah, möhtəşəmsiz müəllimə. Bəli. Bu qədər əziz müəllimlər, can, siz sağ olun. Yekunlaşdıraqmı dərsimizi? Nə deyirsiniz? Çox qəşəng, maraqlı keçirsiniz. Can, sağ olun. Ayrılmaq istəmirəm. Siz maraqlı edirsiniz. İştirakınız üçün təşəkkür edirəm. Çox qəşəngdir, müəllimə, sağ olun. Can, siz sağ olun. Sağ olun, Gecəniz müəllimə. xeyrə qalsın. Allah sizdən